Şəxsi tikili ev vaxtanalar təqdimat sona qədər izləsin. Özdə ideal bir ərazidədir. Marşrutun, məktəbin çox yaxın olduğu bir məsafədədir. Heç əlavə maşına ehtiyac yoxdur. 20 yanvara gedən marşrutda 3 dəqiqə, 4 dəqiqə ayağına çatıb minirsiniz. 3 mərtəbədən ibarətdir bu evlərimiz. Hazır köçəşə şəxsi tikili evdir. Ata 2 övladı üçün tikib sadəcə bəzi səbəblərdən ötürü satışa çıxıb. Hər mərtəbəsi monolit betondur. 60-ın 60 fundament üzərində hazır köçəşə evdir. Deməli, hərəsi 2 sot yarımda inşa olmuş evlərdir. Birini sizin üçün çəkib təqdim edəcəm. İdeal təmir və hazır köçəşə evlərdir həyətyanı sahədə. Deməli, təmizlik işlərinə ehtiyacı var. Baxın həyətyanı sahəyə. Uzaqdan idarə olunan jaluz qapı və əlavə kalitka qapı, qazı suyu işığı fasiləsizdir, mərkəz kanalizasiya var. Evin hər mərtəbəsi istifadəyə yararlıdır, 2 mərtəbədə təbii ki, yaşayış var. Zirzəmi sahəsində isə bütün deməli işlərinizə uyğun olaraq həmin hissələri istifadəyə verə bilərsiniz. İdeal təmirdir, dəyərli izləyicilər. Bütünlüklə monolit betondur, bu mərtəbədə, üst mərtəbədə bütünlüklə istipoldur. İdeal təmir olunub, bu mərtəbədə yerləşir qonaq otağı, mətbəx və sanuzel. Evin panoraması birbaşa Koroğlu metrosun adı, dəyərli izləyicilər. Əla bir yerləşmə sahibdir, hündür, rütubətsiz bir ərazidir. Burada yerləşir bu mərtəbənin sanuzeli, aksesuarlar tam olaraq yığılıb, kombi aparatı quraşdırılıb, hazır vəziyyətdədir. Bütünlüklə istipoldur. Burada yerləşir bu deməli mətbəx sahəsi. Evin deməli sahəsi 250 kvadrat metrdən ibarətdir. Daxili sahəsi isə 185 kvadrat metrdən ibarətdir. Kombi aparatı quraşdırılıb, buradan mən sizə hələ belə bir panorama göstərim. Deməli, bu baxın, mikrorayonda solda gördüyünüz məscid Heydər məscidi. Üstdən artıq Koroğlu metrosuna baxışı var. Buradan vaxt itirməmək üçün sizə göstərmək istəmirəm. Ya da göstərim. Orada ehtiyac susanı quraşdırılıb, su motoru quraşdırılıb və s. və ilə axırı. Qazı suyu işığı fasiləsizdir, mərkəz kanalizasiya var. Belə bir hündür yerdir orada. Su çəni, su motoru və s. hər biri quraşdırılıb. Yəni rahatlıqla insan boyu əlverçli orada gəzirsən, hardasa bir 2,53 metr hündürlüyü mövcuddur. Gözəl təmir olunub, şəxsi tikili evdir, paket kupçalı, dövlət ipotekasından yararlı evdir. Pilləkan da betondan yığılıb, mərmər daşlarla işlənib. Deməli, üst mərtəbə ilə mən sizi tanış edeyim. Evin qiyməti 135 mindir. Real alıcılara indirim olunacaq, şəxsi tikili bir ev. Masazırda Cantəpədə yerləşir. Cantəpə ərazisi Xırdalan dairəsinə olduqca yaxın bir ərazidir. Baxın, bu binaları görürsünüz, dəyərli izləyicilər. Baş Dövlət Yol Polisi İdarəsinin yanındakı binalardır. Solda gördüyünüz Heydər Əliyev prospekti, Koroğlu metrosunun yanı bilirsiniz. Bunu niyə göstərirəm sizə? Hündür, rütubətsiz əla bir ərazi olduğuna görə. Panoramanda deməli gördünüz artıq. Keçək mən sizi digər otaqlarla tanış edeyim.